dünyasını dəyişməmişdən bir neçə gün qabaq gəldi, maşınla gəldi, məni götürdü. Dedi, gedək, ürəyim sıxılır, gedək dəniz qırağına. Gəldik bu zonada, dənizin qırağında, qayanın üstündə. Dedi, bilsən səni çağırdım, bir dənə səndən xahişim var. Dedi ki, nə? Dedi, bir dənə sən ağsaqqalsan, bir dənə torpaq istəyirəm, qəbir yeri. Sonra ki, amma bir 4-5 adamlıq olsun o yer ki, ailəvi. Bir dənə onu sən tapşırarsan, danışarsan, o torpaq, o yerdir qəbristanlıqda. Dedim ki, əşqütar söhbət, nə var bəyəm, sən elə bizə buradaydı, yox, dələ dör. Yəni, yanımda, bir dənə zəng elə. Neysə, zəng elədim, danışdım ora məsul şəxslə. O da dedi ki, problem yoxdur. Qulluğunda hazırıyıq biz şair. Nə lazım olsansa, elə şeylər biraz yaxşı dörək. Allah canlı sağırısı o yaşayacaq. Biz ona ümid verirdik, da neyniyək? Dedi ki, ələ yağdı meclis verərsin. Dedim, orada səni bütün Azərbaycan tanıyır. Bilirəm, indi ələ yağdı meclislər olur. Sən, bizdə geniş mərasim zalları var. Sonra ki, cəmaat çox olacaq ya, ora biraz kiçikdir. Dedi, bəs sən mən nə yazdım ki, etmə söz sidq ilə, ünvan Şəhr Mərdan qapısı. Mənim ünvanım son dəfə seçəcək. Orada. Qeyri-mümkün açasam lövzəyi nisbən qapı. Behişdə bəs mən necə gedə bilərəm? Bu qapıdan gəlməliyəm. Adam çox olar, məni istəyənlər çoxdur. Məni istəyənlər əliyini də istəyirlər. Ona görə adam çox olar, orada 3 dənə deyir, yer var. Əgər yer dolar, ikinci bir yer var, balaca bir dənə yer var. Sonra bir dənə də yer var orada, əliyinin qədəmidir. Mənim meclisimə gələnlər gedərlər, onu ziyarət edirlər, əleyhissalam. Onun yanında məscid var, qeyb 2 rükət namazı. Mənə görə gəliblərsə, həm olan da səbəbkarı mən olaram ki, oranı ziyarət edədilər, orada 2 rükət namaz qıldı. Başqa mərasim evlərində o cür şərait olmayacaq. Həm də əleyhissalamın qədəmindən müqəddəs yer var, qapəl onun qapısıdır. Necəfdə dedi, o qapıda saxladın məni, dünyadan gedəndən sonra da mənim meclisimi qapıda eləyəcəksən.